Deyirlər, bu qadın bir belə səni narahat edir. Niyə bunu boşamırsa? Tərəfdarlar deyir. Qayıdır deyir ki, ondan Allah məni imtihan edir. Mən onu boşasam, qələbə əldə etmərəm. Mən onu islah və hidayət etsəm, Allah yanında qələbə. Bax, söhbət burada. Yəni bax, bir də Allah eləməsin, cavanlar da yəqin var eşidir. Allah eləməsin, son dövrdə sizə qurban, boşanmalar çoxalıb. Dədə-baba dili ilə deyim sizə, əgər bir gəlin o evdən çıxdı, ərş titriyər, belə bir deyir, ərş titriyər. Ərşi titrədən insan nə dünya, nə axirətdə xeyir görməz. Dünya müvəqqəti fanidir. Ər-arvad bir-birindən imtihandır. Övlad imtihandır. Pul imtihandır. Can imtihandır. Qudrət, vəzifə, rayası hamısı imtihandır. Başa düşürəm. Ona görə bu imtihanlı dünyadan üzü ağ çıxmaq üçün bir çıxış yolumuz var. Qurana sığınmaq. Peyğəmbərin sünnəsini etmək. Zikir, şükürlə bu çətinlik, məşəqqətlə dolu, imtihanla dolu dünyada neynəmək, uğurla getmək. Baxın, bayaq Fatimə Zəhranın adını tutdum. Gör, Fatimə Zəhranın nə qədər müsibət, Zeynəb-i Kübrəyə nə qədər müsibət Kərbalada baş verib. O müsibətdə Zeynəb-i Kübrə deyir ki, gözəllikdən başqa bir şey görmədim. Çünki bu ilahi imtihandır. Siz bunları bilirsiniz, mən sadəcə yada saldım. Nə qədər baş kəsildi. Nə qədər diyar-bədiyar onları dolandırdılar, körpə uşaqlar, çadırlar yandırıldı, aç susuz. Zeynəb orada namazı tərk etmədi. Oturan yerdə olsa belə gecə namazlarını qıldı, sizə qurban. Ona dil yarası vuran düşmənə dedi ki, bu Allahın imtihanıdır. Allah bizdən bunu istəyirdi, bizi imtihan edirdi. Biz gözəllikdən başqa bir şey görmürük. Bax, Zeynəb yaşayır, İmam Hüseyin yaşayır, Yazid yaşamır, Nəmrud yaşamır, Firon yaşamır, Buxtu-Nəsər yaşamır, Şəddad yaşamır, Dağ-Yunus yaşamır, Stalin yaşamır, Lenin yaşamır və s. Keçdi qoyanı. Həzrət İmam Hüseyin, savarlarımız gəlir yavaş-yavaş, deməli 1387 ildir bu hadisə olub. Bu hər il təzələnir. Bütün bəşərdə nə qədər müharibə, nə qədər şəhidlər olub, onlar unudulur, ancaq bu yaşayır. Çünki bu Allaha, sizə qurban, layiqli bəndəçilik elədi. Bu bəşərə bir örnəkdir, ibrətdir. Quranda aya var, bununla da sizi yormayayım. Quranda aya var ki, siz bəndələr, sevdiyiniz nə varsa, Allah yolunda xərclənməyincə saadata çatmazsınız. İnsan nəyi sevir? Öz canın. İnsan nəyi sevir? Ailəsin, balasın. İnsan nəyi sevir? Malın, pulun, sərvətin. Bax, Allah buyurur, sizin sevdiyiniz nədirsə, Allah yolunda xərclənməyincə saadata çatmazsınız. Həzrət İmam Hüseynin bir Əlyəskər adlı 6 aylıq balası Kərbalada oxulandı. 17 günüdür doğulmuşdu o. Kərbalaya çatanda 6 ay tamam oldu. Gördü Allah məndən bunu istəyir. Onu da apardı meydana. Gördü Allah məndən 90 yaşlı Müslim ibn Əfsəbəcı istəyir, onu da apardı. 88 yaşlı Həbib-i Məzahiri, 34 yaşlı Həzrət Əbəlfəzli, 18-22 yaş Əli Əkbəri, Ovun, Abdullah, Cəfər, Qasım və s. 72 şəhid ki, tarixdə görmüşsünüz. Hamısı mənimdir. Allah, dinin yaşayırsa hamısı sənə qurban. Yəni, İbrahim Peyğəmbər niyə yaşayır İsmail Peyğəmbər? 86 ildən sonra Allah bir oğul verdi. Onu qurban kəs, apardı Minaya. Həd sizə də qismət olsun. Görürsən, yaşayır. Yəni, Zəhradan danışdım, bunu da deyim. Gəlinlik donu geyib. Dünyada bir dəfə qadın gəlinlik donu geyər, o da ona əziz olar. Zəhra gəlin donu ilə ər evinə gedir, qapıdan çıxan kimi bir kasıb, yamaqlı köynəkdə ana, bir xanım, deyir Zəhra, nə qəşəng paltarın var, Peyğəmbər qızı, məndə yamaqlı. Daxil olur evə, o gəlinlik donunu verir ona, köhnə libasla ər evinə gedir. Peyğəmbər bunu eşidir, neçə gündən sonra gedir qızının evinə. Qızım, o gəlinlik donunu niyə verdin? İstəyir, soruşsun özündən. Deyir, atacan, sənin gətirdiyin Quranın 3-cü surə 92-ci ayədə yazılı baxı, sevdiyinizi Allah yolunda verməyincə saadata çatmazsınız. Mən də xanımam. Gəlinlik donu ömürdə bir dəfə geyinilir. Mənə də o don əziz idi. Ancaq qapıda bir yamaqlı
Yəni miskin bir qadın məndən istədi, mən verdim. İstədiyimi verdim ki, saadətə çatım. Sizə qurban. Bax, dünya indi bildiniz nədir? Gəlmiş bura imtahana. Qardaş, mənim əzimdir ki, öldün getdin. Yox, buradan yumulan göz, oradan açılır. Sizə qurban. İndi hardan bilirik? Bir cümlədə çox. Qurandan çıxmayaq kənara. Quran-ı Kərimdə Yasin surəsi var. Orada buyurur ki, Peyğəmbər dəvət etdi cəmaatı Allaha. O şəhər Antakya şəhəri qəbul etmədi. İçində bir kişi. Həbibi Nəccar, bəlkə tarixdə eşidərsiniz. O gəldi dedi, İnni fi zəlalin mubin. Ey qovum, sizi zəlalat və azğınlıqda görürəm. İnni amantu bi rabbikum. Mən iman gətirdim bu Peyğəmbərə, onun dediyi Allaha. Cəmaat onu öldürdü. Allah Yasində buyurur ki, İlətxulul cənnət. O öldürüldü, oldu şəhid mənim yolumda. Mən daxil etdim onu cənnətə. İlətxulul. Daxil ol cənnətə. Bima qafaral Rabb və cələni minəl mukramin. O dedi, kaş məni öldürənlər biləydi, Allah məni harda məskunləşdirdi. Xahiş edirəm, ağa, Qurandır ha bu. Deməli, bu öldürülür, yox oldu. Ancaq Allah deyir ki, biz ona cənnət verdik. O dedi, kaş məni öldürən o qohum ağırava biləydi mən hardayam. Allah məni harda məskun etdi. Bu ayanın mənası nədir? Yumulan göz orada açılır da, başqa deyim. Ona görə Qurana inanırıqsa bizim yolumuz